Ülviyə xanım, xoş gördük. Sağ olun. Necə hiss edirsiniz özünüzü? Çok sağ olun. Dəvətinizə görə çox sağ olun. Siz sağ olun. Biz bugün sizinlə çox önəmli bir mövzuda müzakirə aparacağıq. İnklüziv təhsil. Bu barədə çox danışılıb, daha doğrusu çox yazılıb. Bugün istəyirik ki, bir də sizinlə müzakirə edək bu mövzunu. İlk sualım ondan ibarətdir ki, inklüziv təhsillə sizin əlaqəniz nədir? Necə bağlısınız bu mövzuya? Çox sıx. İnklüziv təhsillə bağlı ilk Azərbaycanda təqdimatlardan birini biz təşkil elədik. Bizim təşkilat Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi. O vaxt 2003-cü ildə biz 2 eksperti dəvət elədik. Biz artıq öyrəndik ki, inklüziv təhsil var və bu inkişaf eləyir bəzi ölkələrdə. Və biz Ukraynadan bir mütəxəssis dəvət elədik. Onlar da inklüziv təhsili Ukraynada 1996-cı ildən başlamışlar tətbiq eləməyə və ABŞ-ın çox məşhur peşəkar bir təşkilatı var. Xüsusi pedaqoqları birləşdirən Council for Exceptional Children və onun mütəxəssisini dəvət elədi və o vaxt Misir müəllimi idi, nazir. Misir müəllim böyük bir toplantı təşkil elədi. Təhsil Nazirinin böyük bir akt zalı var. O akt zalında çox adam dəvət olundu, zal dolu idi. Hətta bütün səfirlərin yoldaşları da gəldilər, beynəlxalq təşkilatların nümayəndələri və o 2 adam 2 təqdimat elədi. İnklüziv təhsil nədir? İnklüziv təhsil necə tətbiq olunur? İnklüziv təhsilin şərtləri nədir? İnklüziv təhsilin cəmiyyət üçün və təhsil üçün üstünlükləri nədir? Yəni çox ətraflı, çox maraqlı, peşəkar 2 bir təqdimat idi. Çox maraqlı oldu. Və o vaxt elə bax bundan başladıq. Və o vaxt Misir müəllim sağ olsun, o saat Təhsil Nazirliyi bu təqdimatların əsasında, bu məlumatın əsasında Nazirlər Kabinetinə ilk dövlət proqramı təqdim elədilər. Xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsili barədə proqram təsdiq olundu və 2004-cü ilin 2004-2005 tədris ilindən Azərbaycanda ilk inklüziv təhsil üzrə pilot layihələri başladı. Məktəb və bağçalarda, ibtidai təhsil səviyyəsində, bir də məktəbə qədər təhsil səviyyəsində və bizim təşkilat da o layihələrdə elə bir ki, layihənin idarə edəni idi. Amma həm də bu tək idarə etməklə məşğul deyildi, həm də biz özümüz öyrənirdik və bir yerdə məktəblərlə də öyrənirdik. Monitorinq, mentorinq, təlimlər və bunların hamısını. Və o vaxt ilk texniki yardımı, ilk pilot layihələrini həmən o ABŞ-ın Council for Exceptional Children, o ABŞ-da ən bəlkə qocaman peşəkar təşkilatlar, 100 ildən artıq iş təcrübəsi var, sırf inklüziv təhsillə məşğuldular və texniki yardımı onlar göstərirlər. Yəni ki, bax belə. Və 2011-ci ilə qədər bu pilot layihələr davam etdi. Çox maraqlıdır. Dediniz ki, bu təşkilat 100 ildir ki, fəaliyyət göstərir. Onda deyə bilərik ki, inklüziv təhsilin də tarixi 100 ildir ki, var, yoxsa necə? Yox, inklüziv təhsil bilirsiniz, onlar başladılar xüsusi təhsil mütəxəssisləri kimi, onların birliyi. İnklüziv təhsil əslində təhsil sisteminə Salamanka deklarasiyasından daxil olundu. O 1990 dəqiq yadımda deyil, 3-cü il idi deyəsən. Salamanka deklarasiyası bəyan elədi ki, məktəblər inklüziv olmalıdır. Və məktəb səviyyəsində o inklüziv təhsilə doğru irəliləyiş, inkişaf Salamanka deklarasiyasından başladı. Çox böyük bir ideyadır. Bu ideya əlbəttə bir fəlsəfədir əslində. Amma təhsildə biz onu inklüziv təhsil səviyyəsində, yəni ki, bütün fərqli uşaqların yalnız təhsilə əlçatanlığı deyil, təbii əlçatanlığın da təmin olunması, bilirsiniz də, bir əlçatanlıq məsələsi elədir ki, bizdə fərqli uşaqlar fərqli məktəblərdə oxuyur. Və mən sizə deyim ki, mən düzdür hüquqşünas deyiləm, amma nə konstitusiyada belə bir şey yoxdur ki, fərqli uşaqlara fərqli təhsil verilməlidir. Bütün uşaqlara eyni təhsil verilməlidir. Və inklüziv ideyası bundan başlayır. Fərqlilik çatışmazlıq deyil, fərqlilik zənginlikdir. Və bütün uşaqların bir yerdə, bir məktəbdə təhsil alması anlamına gəlir. Düzdür, bizdə Azərbaycanda daha çox inklüziv təhsil əlilliyi olan uşaqların adi təhsilə cəlb olunması
və ya xüsusi qayğıya ehtiyacı olan belə bir termindir. Azərbaycanda bu rəsmi səviyyədə sağlamlıq imkanları məhdud və əlilliyi olan uşaqları. Amma ümumiyyətlə inklüziya daha geniş ideyadır və o bütün fərqli uşaqların eyni təhsilə, eyni səviyyədə keyfiyyətli təhsilə cəlb olunması deməkdir. Biraz uzatdım deyəsən. Ülvi xanım, belə bir sual qoymaq istəyirəm, amma bu sualı sırf inklüziv təhsili tənqid məqsədi ilə yox, sadəcə cavab daha aydın olsun deyə vermək istəyirəm. Sualım ondan ibarətdir ki, biz inklüziv təhsillə fiziki fərqliliyi olan uşaqları cəlb eləsək, o zaman həmin uşaqlar və həmçinin cəmiyyət bundan nə əldə edəcək? Əminət, niyə isə yalnız fiziki məhdudiyyəti olan uşaqlar haqqında soruşdursun? Və digər ehtiyaclar. Əslində haqlısınız Ülviyə xanım. Bu sualı verməyimin səbəbini izah edeyim sizə. Ona görə ki, biz illərdir siniflərdə çox talantlı uşaqlarla da bir yerdə təhsil almışıq. Yəni onlar artıq təhsilin içində idilər. Lakin biz fiziki tərəfdən məhdudiyyəti olan şagirdləri siniflərdə görməyə vərdiş eləməmişik. Sırf buna görə onların inklüzivliyini xüsusi vurğuladım. Aydındır. Bilirsiniz, bu mənim fikirlərim deyil. Bu mövzu çox yaxşı işlənilibdir. Bütün tədqiqatlarda, bütün böyük sənədlərdə, böyük qurumların sənədlərində. Mən sadəcə biraz elə bil ki, bəzi məqamları vurğulayacağam. Birincisi, inklüziya ideyası bizə nə verir? İnklüziya ideyası fərqlilikləri tanımaq, onları nəzərə almaq və o fərqliliklərə görə öz tədris yanaşmalarımızı uyğunlaşdırmaq. Mənə elə gəlir ki, misal üçün Azərbaycanda bilirsiniz də bu buraxılış imtahanlarından, qəbul imtahanlarına həmişə o ballara fikir verilir və əslində xüsusən də 9-cu sinif buraxılış məqalələrinin birində də təhlil edilmişdi, aşağı düşür nəticələr. Bir çox ehtimallar var, təhlil olunur. Mən düşünürəm ki, mənim bir ehtimalım var ki, əsas səbəblərdən biri odur ki, biz bütün uşaqları eyni öyrətməyə çalışırıq və biz fərqlilikləri yalnız səhhət nöqteyi nəzərdən, diaqnoz nöqteyi nəzərdən görəndə fiziki, intellektual, biz yalnız bir qrup uşağı ayırırıq digər uşaqlardan. Amma əslində uşaqlar o qədər fərqlidir ki, biz o fərqliliklərə hamısını tanımalıyıq, görməliyik və ona görə öz tədris təlim prosesimizi uyğunlaşdırmalıyıq. Mənə elə gəlir ki, o nəticələrin aşağı düşməsinin əsas səbəblərindən biri odur ki, biz bütün uşaqlara, əksər uşaqlara eyni yanaşırıq. Və o fərqlilikləri pedaqoji nöqteyi nəzərdən görmürük və pedaqoji nöqteyi nəzərdən öz yanaşmamızı onlara uyğunlaşdırmayıq. Mən sizə bir misal gətirim. Bu həmən bu CEC-də, Council for Exceptional Children. Yadımdadır bu inklüziv təhsilin bu ilk pilot illərində onlar 2 ildə tez-tez gəlirdilər. Təlim, mentorluq, dərs müşahidələri və s. Və mən yadımdadır, onda 2-ci ya 3-cü sinif müəllimi idi. Bir məktəbdə çox fəxr edirdi o müəllim necə dərs qurur, inklüziv təhsili necə tətbiq edir. Və onlar ikisi, bir qadın, bir kişi gəldilər onun dərsinə. Mən də fərəhlə oturmuşam ki, indi tərifləyəcəklər. Müəllim də o uşaq səhər görüşünü keçirir. Uşaqlar hamısı bilirsiniz də, hamısı yığılıb onlarla söhbət aparır. Sual, cavab, elə fəal. Mən də oturmuşam ki, nə gözəl dərs. Mütləq indi tərifləyəcəklər ki, dərs gözəl alınır. Dərs qurtardı. Sonra müəllimə yanaşdı bizə ki, nə deyirsiniz? Alaraq müşahidə eləyirlər də. Mənim dərsim haqqında nə deyirsiniz? Onlar bilirsiniz nə dedilər? Onlar dedilər ki, siz səhər görüşünü keçirəndə uşaqlar arasında bir oğlan var idi. O oğlan sakit oturmuşdu. O sizə baxırdı, amma heç bir dəfə də iştirak eləmədi dərsdə. Və siz buna fikir vermədiniz. Bax, siz o uşağı buraxdınız. Elə bir ki, nəzərdən. Yəni, bax, əsl inklüziv budur. Və çox ehtimal ola bilər ki, o uşaq tədricən geriləməyə başlayacaq. Əvvəl o sadəcə pasiv oturur, əvvəl o iştirak eləmir, sonra o geriləyir, sonra o marağını itirir, sonra o artıq o yaranmış o uçurumu keçə bilmir. Və beləliklə bizdə həqiqətən o
yaxşı performans göstərməyən şagirdlər yaranır və o qrup tədricən böyüyür. Və mənə elə gəlir ki, ona görə inklüziv təhsilin ən böyük, inklüziv ideyasının ən böyük üstünlüklərdən bizim təhsil üçün odur ki, biz o fərqlilikləri görməliyik, tanımalıyıq və onlara görə təlim prosesimizi uyğunlaşdırmalıyıq. Aydındır Ülviyə xanım. Ülviyə xanım, xüsusi bir sualımız var autizm diaqnozlu uşaqlarla bağlı. Onların bəs təhsilə cəlb olunması hansı yerdədir, hansı səviyyədədir? Mən bütün təhsil sistemi üçün cavab verə bilmərəm. Amma burada bir vacib bir qeyd var, onu mən özümə borc bilirəm deyim. İnklüziv təhsil diaqnoza baxmır. Müəllimin diaqnoz qoymaq səlahiyyəti yoxdur və hüququ da yoxdur. Və inklüziv təhsildə mənim yaxşı yadımdadır, o ilk pilot illərində bizə bunu dəfələrlə gələn ekspertlər deyirlər ki, diaqnoz sizə maraqlı olmamalıdır. Siz həkim deyilsiniz, siz müəllimsiniz. Müəllimi maraqlandırır həkim qoyduğu diaqnozdan irəli gələn təhsildə ehtiyaclar. Misal üçün, əgər mən çox hiperaktivəm, mən bunun diaqnozuna varmamalıyam. Mənə vacibdir bilmək ki, deməli mən təlim-tədris prosesini elə qurmalıyam ki, onun hiperaktivliyi onun öyrənməyinə mane olmasın. Ümumiyyətlə bilirsiniz, bu diaqnozlarla məsələ, birincisi bu etik deyil. Mən belə düşünürəm. Mən həkim deyiləm, amma mən düşünürəm ki, hər bir uşağın diaqnozunu bütün dünyaya, ictimaiyyətə açmaq bu nə dərəcədə etikdir. Hərənin öz dərdi var. Biz bunu təhsil diaqnoza baxmır. Təhsil diaqnozdan irəli gələn ehtiyacları qarşılamalıdır. Biz bir tədqiqat aparırıq. Azərbaycanda 2011-ci ildə ilk dövlət proqramı qutaranda 11-ci ildə böyük bir konfrans oldu, yekun konfrans. Və o yekun konfransa səslənildi 268 uşaq o pilot şəklində o məktəblərə, bağçalara cəlb olunmuşdu. Mən onların bir çoxunu hələ də tanıyıram və həyatda görürəm. Və o vaxt səhv eləmirəmsə 14 bağça, 17 məktəb tətbiq edirdi. Və sonra ilk dövlət proqramı qutardı. İnklüziv təhsil davam olmadı. Bir pauza oldu da. Sonra 2018-dən təzədən başladı. O dövlət strategiyası qəbul olundu. Və iki məktəb, bir bağça, bir məktəb var. Onlar heç bir dəstək olmadan, heç bir kömək olmadan, heç bir maliyyə olmadan inklüziv təhsili davam edilir. Amma mən hər il, misal üçün, o müəllim və zavuçlardan kimisi dəvət edirəm. Orada bir zavuç var, o bütün inklüziv təhsili təşkil eləmişdir. O bizim tələbələrə gəlir AD Universitetinə, elə bir ki, belə qonaq spiker kimi və inklüziv təhsil nədir, inklüziv təhsil necə təşkil olunur və o bilirsiniz necə gəlir. O məktəbə bizim bu qonaq spiker kimi o belə şəkillər qoyurlar bir-bir belə. Bax, onun o fotoları, foto albomlarla gəlir. Foto albomlarla və bir dənə də flash kart var, orada videolarla gəlir. O hər bir uşaq onun yadındadır. Bax, deyir, mən bu uşaqla, belə bir uşaqla mən belə bir yanaşma istifadə elədim. Və onlar o praktikadan öyrəndilər. Yəni, mən tövsiyə edərdim o ata o uşağı məktəbə versin. Yəni, bu belə, amma prinsipcə diaqnoz önəmli deyil. Məktəb infrastrukturunda vəziyyət necədir bəs Ülviyə xanım? Bizdə ümumiyyətlə məktəblər fərqli qabiliyyətləri olan şagirdləri qəbul etməyə hazırdırmı? Siz elə suallar verirsiniz, onlara daha çox Təhsil Nazirliyinə, Elm və Təhsil Nazirliyinə ünvanlamaq lazımdır. Mən bütün sistem üçün cavab verə bilmərəm. Amma yenə də gəlmək istəyirdim həmən o fəlsəfi anlıma. Bilirsiniz də, bu təhsildə uşaq yönümlü yanaşma var, şəxsiyyət yönümlü. Bilmirəm, niyəsə bizdə bunu iki terminə ayırıblar. Əslində şəxsiyyət yönümlü, uşaq yönümlü, insan yönümlü. Sosial cəmiyyət, bilirsiniz də, bizdə bir neçə il bundan əvvəl elan olunmuş ki, Azərbaycan artıq sosial dövlətdir. Sosial dövlət insan yönümlü olur. İnsan yönümlü odur ki, insan əsasdır. Mərkəzdə
siyasətin mərkəzində insan durur. Siyasətin mərkəzində insan durursa, məktəb insana uyğunlaşmalıdır. İnsan məktəbə deyil. Bax, burada böyük bir, həmən o inklüziv təhsilin böyük bir fəlsəfəsi odur ki, bütün məktəb uyğunlaşmalıdır şagirdə. Biz şagirdi uyğunlaşdırmamalıyıq məktəbə. Yəni ki, mən sizə bax, bir misal deyim bu uyğunlaşmanın. Biz məktəbə hazırlıq sinifləri yaratmışıq. Biz onu niyə yaratmışıq ki? Uşağı öyrədək məktəbə, düzdürmü? Və biz uşağa deyirik ki, sən partada belə oturmalısan, sən səs salmamalısan və s. Və biz uşağı uyğunlaşdırırıq məktəbə. Amma biz məktəbi şagirdə uyğunlaşdırsaydıq, biz məktəbə hazırlığı daha çox oyun vasitəsilə keçirərdik. Biz deməzdik ki, məktəbdə, sinifdə hamı belə oturmalıdır. Biz deyərdik ki, yox, məktəbə hazırlıq hələ də erkən yaş dövrüdür. Məktəbə qədər təhsilin bir tərkib hissəsidir və biz bunu oyun vasitəsilə öyrətməliyik. Bax, bu uyğunlaşma məsələsidir. Və bu uyğunlaşma yalnız böyük pulla, yalnız maliyyə ilə, yalnız vəsaitlə. O, insan o ideyalara sadiq olmalıdır, yoxsa o ideyalara bölüşməməlidir. Mən belə təsvir edərdim. Direktorlar, müəllimlər, eləcə də valideynlər inklüziv təhsillə bağlı nələri bilməlidirlər? Birincisi, bu ideyanı bölüşmək lazımdır. Və mən biraz bu məsələdə bəlkə sərt olacağam. Mənə elə gəlir ki, şərtsiz bütün təhsil işçiləri inklüziv ideyasını bölüşməlidir. Ona görə ki, dövlətin siyasəti inklüziv təhsildir. İnklüziv bütün bizim imzaladığımız beynəlxalq sənədlərin bir şərtidir. Yəni, burada mən bu ideyanı bölüşürəm ya bölüşmürəm. Mən bu sualı belə qoymazdım. Amma bəlkə mənim yanaşmam sərtdir. Bu ideyanı bölüşməlidir. Onlar inanmalıdır ki, inklüziv təhsil uşaqların öyrənməsi üçün çox vacibdir. Və ikinci, əlbəttə, onlar buna metodik nöqteyi nəzərdə hazırlıqlı olmalıdır. Ona görə ki, istənilən yeni ideya gələndə, sən hazırlıqlı olmayanda, sən o yeni ideyanın dalınca qaçanda, bəlkə sən hətta bir səhvlər buraxırsan. Bunun nəticəsi daha pis olar. O, ingilis dilində bu beynəlxalq təşkilatlar do not do harm. Bilirsiniz də, yəni ki, pislik eləməkdənsə heç eləmək. Ona görə burada həm birincisi bu ideyanı, bu fəlsəfəni bölüşmək lazımdır və ikincisi o ideyanın tətbiqinə hazırlıqlı olmaq lazımdır. Və bu hazırlıq əlbəttə təhsil sistemi səviyyəsində universitetlər, təlim mərkəzləri, müəllimlərin peşəkar inkişafı hamısı bu ideyaya xidmət etməlidir. Aydındır Ülviyə xanım. Burada bir haşiyə çıxarmaq istəyirəm icazənizlə. Bilirik ki, ümumiyyətlə müəllimlər həmişə işlərinin çoxluğundan narazılıq eləyirlər və bilirik ki, işləri çoxdur. İnklüziv ideyasının əlavə olunmasında sanki onların işlərini daha çoxaldır. Nəyə bilərik ki, müəllimlərə bu prosesdə dəstək olaq ki, həm inklüzivlik ideyası daha yaxşı tətbiq olunsun, həm də müəllimlərin işinə dəstək olsun? Yox, təbii başa düşürəm. Bilirsiniz, mən sizə ilk pilot layihəsini yenə də söyləyərəm o təcrübədən. O vaxt ilk dövlət proqramı qəbul olunanda, o dövlət proqramında çox maraqlı 2 vacib dəyişiklik təklif olundu və təmin olundu. Bu pilot siniflər səviyyəsində. Birincisi, inklüziv siniflərində şagirdlərin sayı azaldıldı. O vaxt norma 25 idisə, elədilər 20. Və ikincisi, hər bir sinifə müəllim köməkçisi verdilər. Ştatı. Müəllim köməkçisi ştatı verdilər və bu çox səmərəli oldu. Mənim yadımdadır o müəllim köməkçilərdə. O vaxt belə bir vəzifə yox idi. Biz onları hardan tapaq? Onlar kim? Və dövlət onları maliyyələşdirirdi. Onların o stavkaları maliyyələşdirirdi. Yadımdadır, bizim Azərbaycanda çox gözəl pedaqoji kollec var. O vaxt Sabir adına kollec deyirdilər. İndi pedaqoji kollec Dövlət Pedaqoji Universitetinin nəzdində sayılır. Orada da inklüziv təhsil üzrə çox gözəl bir təlimçi, peşəkar müəllim indi də durur. Biz ondan soruşanda dedim, bizim məzunlarımız inklüziv təhsilə mən onlara hazırlaşmışam. Mən bütün dərslərimdə bu ideyanı salırdım, söyləyirdim, eləyirdim.
gəlin onlardan seçək. Və bizə Təhsil Nazirliyi vaxt bu imkanı yaratdı, icazə verdi və biz getdik həmin o kollecin məzunlarından seçdik və həmin o pilot siniflərində onlar müəllim köməkçisi vəzifəsinə təyin olundular. Və mən sizə deyim ki, bu müəllim köməkçilərin bir çoxu o qədər gözəl təhsil işçisi oldu ki, bilirsiniz, inklüziv təhsil təcrübəsi bir çox şey öyrədir. İndi deyirəm də bizdə diaqnoz məsələsi deyil, yanaşma məsələsidir. Mənə müəllimlər söyləyirlər ki, bir uşaq məktəbə qəbul olundu və mənə zəng elədilər ki, bilirsiniz, 2 ay keçibdi, biz o uşağı sinifə daxil edə bilmirik. O məktəb sinif otağının qapısını görəndə başlayır ağlamağa. Qətiyyən sinifə daxil olmaq istəmir. O uşaqları görəndə elə bir ki, və müəllim köməkçisi məcburdur onunla ayrıca bir otaqda dərs keçməyə. Biz neyniyək? Mənim yaxşı yadımdadır, o vaxt həmin o Council for Research, onun 2 mütəxəssisi gəldi növbəti mentorluğa və müəllimlər söylədilər ki, biz bilmirik. Bilirsiniz, bu bir möcüzəyə oxşuyurdu. Onlar dedilər bir dəqiqə, onlar müşahidə elədilər və sonra dedilər ki, onlar götürdülər, şəkillər çəkdilər və o uşağı sinifə partasına qədər yolunu şəkillərdə vizual olaraq göstərdilər. Kreativ yanaşmalı. Bəli. Və siz demə, o uşaqda autizm spektrindən olan məsələlər var idi. O şifahi göstərişi qəbul eləmirdi. O vizual qəbul edirdi. Bir dəfəyə o şəkillər vasitəsilə o uşaq girdi və oturdu partada. Mən demək istəyirəm ki, bu hamısı hazırlıqdır. Bunların hamısı öyrənmək lazımdır. Bu böyük bir zəngin təcrübədir. Böyük biliklər var bunun arxasında. Ülviyə xanım, bəs məktəblə valideynlər arasında əməkdaşlığı necə möhkəmləndirə bilərik məhz bu sahədə? Bilirsiniz, ümumiyyətlə təhsildə bu məktəb valideyn, müəllim valideyn əməkdaşlığı çox vacib bir mövzudur. Mən düşünürəm ki, biz əməkdaşlıq qura bilmirik. Bilmirik. Mənə elə gəlir. Bizim Azərbaycan təhsilinin ağrılı yerlərdən odur ki, biz əməkdaşlıq qura bilmirik. Amma inkluziv pilot layihələrin təcrübəsi yadıma düşəndə, mən orada o əməkdaşlıq nümunələri gördüm. Bilirsiniz niyə? Ona görə yox ki, o müəllimlər xüsusi, yox, təbii onlar xüsusi müəllimlər idi. Amma ona görə ki, inkluziv təhsil ideyasını əməkdaşlıqsız icra etmək, tətbiq etmək mümkün deyil. Burada hamı ilə əməkdaşlıq lazımdır. Və onlar o valideynlərlə əməkdaşlıq qura bildilər. Misal üçün, biz indi həmən o 2 məktəbin, deyirəm də, bir bağça, bir məktəbin təcrübəsini tətbiq edirik. Allah qoysa, birazdan məqalə verəcəyik jurnala. Elə məqalənin üzərində işləyirik. Onlar, bilirsiniz necə, elə bir böyük əməkdaşlıq qurdular ki, elə bir böyük inam qurdular ki, inanırsınız, misal üçün də onlar söyləyirlər ki, bir ana, xüsusi qayğıya ehtiyacı olan uşağın anası gəlir, deyir ki, mən onsuz da evdə oturub uşağı gözləyirəm. Hətta deyir, evdə də otura bilmirəm, gəlirəm məktəbdə, 1-ci mərtəbədə, girişdə oturub gözləyirəm ki, uşaq dərsdən çıxsın. Onlar ki, mən gəlim elə sizə kömək eləyim də dərslə. Onlar deyirlər, əlbəttə. Və o ana gəlir, hər sinifə biz 2 xüsusi qayğıya ehtiyacı olan uşaq təyin edirdik. O başlayır müəlliməyə kömək edir. Hər 2 uşaqla, tək öz uşağı ilə deyil. Ümumiyyətlə başlayır. Və hətta o sinifdə elə bir ki, 3 nəfər olur. Müəllim köməkçisi, bu valideyn. Və bu müəllimin, bu valideynin təklifi nədən irəli gəlir? İnamla. Bu inam, əməkdaşlıq inam üzərində qurulur. Və belə bir əhvalatlar bilirsiniz, onlar nə qədər söyləyir. Misal üçün, xüsusi qayğıya ehtiyacı olan ilk uşaqlardan birinin anası, o həkim idi. O öz işini dayanırdı. Başladı yalnız özü onun digər uşaqları var idi. O inkluziv ideyasının o qədər çox başladı məşğul olmağa ki, o başladı həmən o məktəbdə, inkluziv məktəbdə, əvvəl o valideynlərlə başladı iş aparmağa. Ki, digər valideynlər də başa düşdü, inkluziv nədir, inkluziv təhsil. Sonra başladı müəllimlərə kömək eləmək. İndi o ictimai bir fəaldır. O daimi
Facebookda o çıxışlar eləyir, təlimlər keçirir, valideynlərə dəstək verir, dövlət qurumlarına valideynlərin adından məktublar yazır, xahişlər yazır. Yəni mənə elə gəlir ki, inklüziv təhsil üçün bu əməkdaşlıq çox vacibdir. Sizə bir dənə də sualım var. Böyük ehtimal deyəcəksiniz ki, bu da Təhsil Nazirliyinə ünvanlanmalı sualdır. Amma bizim valideynlərdən biri sizdə belə bir sual vermək istəyir ki, bu müəllim köməkçiləri ki var, inklüziv təhsillə bağlı, onların işinə bəs necə nəzarət edək? Çünki bir sıra hallarda onlar işlərini kifayət qədər məsuliyyətlə yerinə yetirmirlər. Mən bilmirəm bu hansı müəllim köməkçilərindən. Təbii hamımız insanıq da. Hamımız nəyisə yaxşı eləyə bilməyə də bilərik. Mən birincisi nəzarət sözünü götürərdim. Nəzarət bilirsiniz də köhnəlmiş bir sözdür. Mənə elə gəlir ki, təlim və yanaşma, təlim və dəstək. Misal üçün həmin o inklüziv təhsil məktəbi ki, biz onu indi tədqiq edirik, onun təcrübəsini, bizə maraqlı idi. Bu bir fenomendir də, bilirsiniz. Sənin heç bir dəstəyin olmasın, sənə heç kim kömək eləməsin. Heç səni götürüb heç bir jurnala da adını verməsinlər ki, bu məktəbdə misal üçün belə bir innovativ yanaşma, amma bunlar özlərinə. Və mən öyrəndim ki, onlar nə edirlər? Onlar həmən bu zavuc müəllimlər otağında bir şkaf ayırdı və o şkafda hər bir müəllimin və müəllim köməkçisinin xüsusi bir deməli ayrılmış bir yer var idi. Onlar ora bütün qeydlərini, o deyirdi ki, dərs vaxtı nə suallarınız olur, nə alınmır, nə alınır, qeydlər eləyin. Dərsdən də sonra olar. Qeydlər eləyin və müəllimlər onları problemlər, uğurlar və onlar daimi yığışırdılar bir yerdə və müzakirə edirdilər. Və hamı söyləyirdi. Bax, məndə bu alınmadı. Mən bu uşağı bax buna öyrədə bilmədim, niyəsə. Bu nədən ola bilər? Və onlar bir komanda kimi, bir kollektiv kimi başlayırlar müzakirə eləməyə. Biz belə eləmək olardı. Bəlkə sən bunu düz eləmədi. Başlayırlar oxumağa, gedirdilər internetə, kitablar tapırdılar. Bax, beləliklə məktəb əsaslı professional peşəkar inkişaf yarandı. Və o məktəb əsaslı peşəkar inkişaf heç kimi geridə qalmağa qoymaz. O prosesdir. Mən bunu tövsiyə edirdim. Aydındır. Bəs ümumiyyətlə beynəlxalq səviyyədə hansı yaxşı təcrübələr var, hansı təcrübələrdən öyrənə bilərik? Mən əvvəl milli səviyyədə öyrənmək haqqında danışmaq istəyərdim. Bilirsiniz, mən təhsildə çoxdanım da. Bir çox uğurlu və uğursuz layihələr görmüşəm. Bunları hamısını öyrənmək və o öyrənməni bizim ümumi bilik sistemimizin tərkib hissəsi eləmək lazımdır. Və biz bu varisliyi inkişafda təmin etməliyik. Mən indi bax çox bu ideya haqqında düşünürəm. Mən bəzən düşünürəm ki, o qədər təcrübə qazandı. Bilirsiniz, Azərbaycanda nə qədər layihələr aparılırdı, mənim yadımda. İndi mən bir neçə il. Misal üçün, valideynlərin məktəbin idarə etməsində təşkili, iştirakı. Bilirsiniz, nə qədər müxtəlif model Azərbaycanda sınaqdan keçirilibdir. Müxtəlif təşkilatlar tərəfindən. Amma indi siz oturub axtarsınız, siz onu tapmazsınız. Onun təhlilini tapmazsınız. İtir. Varislik babında itir. İnklüziv təhsildə də varislik təmin olunmalıdır. Bax, o məktəblər, bax sizə misallar deyirəm. O misallar da bir bilik tərkib hissəsidir. O qədər zəngin təcrübə qazanılıbdır. Mən həmən o müəllimləri bizə qonaq spiker kimi dəvət edəndə, onlar özləri o qədər yanaşma tapdılar. O, bax, belə elədim, bu alındı, belə elədim, alındı. Və bunlar bunu hamısını gözəl pedaqoq kimi bunu hamısını yaza bilərlər, çatdıra bilərlər. Yəni, milli səviyyədə mənə elə gəlir ki, bu çox vacibdir ki, uğurdan da, uğursuzluqdan da biz bir bilik çıxardaq, o biliyi sənədləşdirək və bizim ümumilli biliyin, pedaqoji biliyin tərkib hissəsi etmək. Bu prosesi mütləq vacibdir qurmaq. Yoxsa bax, misal üçün, nəsillər dəyişir də, mənim nəslim getsə, biz bilməyəcəyik ki, o qədər model sınaqdan keçib Azərbaycanda. Beynəlxalq səviyyədə, mən, bəlkə məndə biraz köhnəlib biliklər, bunu deyə bilmərəm. Amma mən əvvəllər öyrəndiyimə, mən də bunu çox araşdırmışam, mən ABŞ çempionu deyərdim bu sahədə. Avropa yox. Yox, Avropa yox.
Avropa hələ də həmən o tibbi yanaşmadan tam çıxa bilmir. Çalışırlar, onlar da çalışırlar. Amma ABŞ buna çox yüksək səviyyədə nail olubdur. Mənə elə gəlir. Ülviyə xanım, bəs sizcə Azərbaycanda inklüziv təhsillə bağlı hansı işlər görülməlidir gələcəyə doğru? Birincisi, mən istəyərdim öyrənim ki, bizim bu ikinci dövlət proqramı nəticəsi nə oldu? 2004-də bitdi də. Onun yekun hesabatını siz görmüsünüz, mən görməmişəm. Mən bilirəm ki, işlər görünüb, amma bunun yekun nəticəsi, hesabatı, təhlili, qiymətləndirilməsi, mən bunu görmədim. Mən və görmürəm. Mən istəyərdim ki, bu hesabat hazırlansın ya da hazırlanıbsa ictimaiyyətləşdirilsin. İctimaiyyət bilməlidir bu proqramın qiymətləndirməsi nədir. Misal üçün, mən olmuşam ikinci proqram səviyyəsində tətbiq edən inklüziv təhsili bir məktəbdə olmuşam Bakıda. Mən xoşuma gəldi, maraqlı, yaxşı müəllimlər, yaxşı məktəb direktoru. Amma ümumilikdə bu böyük bir dövlət proqramıdır. Bunu ictimaiyyətləşdirmək lazımdır. Bunu bilmək lazımdır. Misal üçün, ikinci məni daima düşündürən sual, mən gözləyirdim ki, ikinci dövlət proqramının nəticəsində bütün Azərbaycanda bütün məktəblər, təhsil müəssisələri inklüziv olacaq. Bu olmadı. Olacaqmı? Nə vaxt olacaq? Necə olacaq? Mənə elə gəlir ki, bunun təbii çox səbəbi ola bilər, amma mən düşünürəm ki, biz inklüziv təhsilə prinsipcə ölkə kimi, cəmiyyət kimi, pedaqoji ictimaiyyət kimi, bəlkə mən çox optimistəm, amma mən düşünürəm ki, hər şey var, biz buna hazırıq. Sadəcə burada qərar qəbul olunmalıdır ki, biz buna gedək. Ülviyə xanım, bəs bizi dinləyən insanlara, valideynlərə, şagirdlərə, ümumiyyətlə təhsilin parçası olan hər kəsə inklüziv təhsillə bağlı son vermək istədiyiniz bir mesaj varmı? Mənim ən böyük mesajım, yenə də məni ən çox narahat edən ki, biz məktəbdə təhsil prosesinin iştirakçıları arasında biz gərək səmərəli əməkdaşlıq quraq. Əməkdaşlıq qurulsa, bütün problemlər həll olunacaq. Amma bax buna mən tövsiyə edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Siz də çox sağ olun. Minnətdarım.